Paşasından yandıran eləyim. Al. Qırğın yox. Elə, пожалуйста, дай мне что-нибудь. Клич мне что-нибудь. Хорошо, чем мне Дай взять? мне, Как, пожалуйста. чем насыпать? Скажи на цифру, чем насыпать? Что нужно? Руками. Sən səsini çıxar. Bir. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Adın nədir? Ramilə. Neçə yaşın var Ramilə? 20. 20. Neçə yaşından istifadə edirsən? 12 yaşımda. Necə oldu elədin 12 yaşında? Yadındadır? Əlbəttə yanımdadır. Bir oğlanla tanış olmuşdum. 12 yaşında. Ha. Prosta ailəmdə narkotik istifadə eləmişlər, amma ki mən ailə baxa eləməmişdim də. Bir oğlanla tanış oldum, o mənə öyrətdi. Birinci tabletkadan başlamışdım, tramadoldan. Sonra nəşə, sonra qakoz, patı, belə getdi. Oğlanın neçə yaşı var idi? 14. Belə anam, atamla evdə həmişə eləyirdilər, bacımla bir yerdə iynə vururdular. Görürdüm. Ata rəhmətə gedəndən sonra konkret mamanın başı çöndü. Başladı açıq əskər mənim yanımda eləmək. Belə əvvəl eləyirdilər, amma gizlində mən görməmişdim heç nə. Sonra başladı mənim yanımda eləmək, iynə vurmağa bacımla bir yerdə. Mən başım çöndü, başladım məktəbə, vəbşi getməmişdim. Bir oğlanla tanış oldum, o mənə öyrəşdi siqaret çəkməyə, dərman atmağa, tramadol. Sonra nəşə, sonra bir gün onun ağrı tramadoldan başladı. Mənim ağrım yox idi tramadoldan, amma onun var idi. Heç yerdə tapa bilmirdi tramadol. Onun dostu ona kakos təklif elədi. Dedi ki, çək onu, tramadol kimidir də ağrısı. O çəkdi, mənə də təklif elədi ki, mən onunla dava eləməyim. Dedi, bir-iki tüstü vur, başa düşərsən mənim nə şeydir. Mən bir-iki tüstü vurdum, mənim xoşuma gəldi. O gündən sonra belə o alırdı, mən də onunla bir yerdə çəkirdim. Ayıldım, o gündə ki, uzanıram, bütün tər axır məndən, elə bildim qripdir. Kusuram, tərliyirəm, qızdırmam var, çox pisəm də. Uşaqlar mənə dedilər ki, sən lomkadasan. Bir dənə kakosu çək, özümə gələrsən. Kakosu çəkən kimi özümə gəldim. Ondan sonra bildim ki, o lomkadır. O gündən sonra belə bədbaxam. Mama 3 il bundan qabaq rəhmətə getdi. O gündən sonra bacım belə baxır mənə. Hansı bacın? Bu bacın? Elə, aha. Onun neçə yaşı var? 27. Siz küçələrdə yaşayırsınız belə? İndi momentdə, hə. Belə həmişə kirayə evdə qalırdıq. İndi çox çətindir. Bacım tək bacarmır da. İndi burada qalır. Pulu necə qazanırsınız? Nətər əldə edirsiniz Ramilə? Mən qazanmıram. Bacım oradan-buradan oğurluq eləyir. Vaxtçant işləyirdi bir yerdə, indi çıxdı oradan. İndi oğurluq eləyir belə. Siz indi nə istəyirsiniz? Mən bir dənə arzum odur ki, mən reabilitasiya keçmək istəyirəm. Sağalmaq istəyirsən? Əlbəttə ki. Olmusan müalicədə? Yox. Heç vaxt? Harda olmusan Ramilə?
Bərpa. elm. Bərpada? Bərpada, Hə, o vaxtı. Həri. Mən hələ olmamışam. Pulum yoxdur. Pul olsaydı gedərdim. Narkomaniya sənin üçün necə bir şeydir? Necə anlada bilərsən? Nədir narkomaniya həyatın? Çox pis bir şeydir. Heç kimə nətər deyim Azərbaycanda. Arzu eləmirəm. Ay sağ ol, heç kimə də. Niyə? Nəyi pisdir? Pisliklərini denən, qoy sənin kimi baxan gənclər bilsinlər, yaxın durmasınlar. Bax belə deyim, nə qədər sənin pulun olsa, o haçansa həmişə o pul olacaq, amma ki belə deyil də. Nə qədər sən imkanlı olarsansa, o pul haçansa qutaracaq, qalacaqsan belə bir vəziyyətdə ki, sənin ən yaxın dostun sənə aldadacaq. Yaxın heç kim durmayacaq ki, sən narkomansan. Narkomana heç kim yaxşı heç vaxt baxmır. Çoxsun narkomanlar çox nətər deyim, çürüydülər. 99% narkomanlar belədirlər. Öz anasından, atasından oğurluq adamlardılar. Nə deyim, bilmirəm. Məktəb oxumusan? 6 sinifə kimi oxumuşam. 6. O oğlanla tanış olandan sonra belə Bədbaxt oldun. hə. Oğlan özü indi strokdan təzəlicə çıxıb, özü də narkomandır. Hələdir. Adam elə fikirləşir ki, həmişə olacaq. Amma elə deyil də. Bir gün gəlir ki, 12 yaşında, 13, 14 yaşında qızların narkoman olmaması üçün nə etməlidirlər? Nə tövsiyə eləyirsən, nə Öz məsləhət anasını, atasını qulaq assınlar sözlərinə. Mən qulaq asmırdım. Nə deyirdim? Anasını yox, mənim xalam var. Xalam mənə deyirdi ki, gəl mənlə bir evdə qal. Mən sənə özüm baxım. Sən anan səni yaxşı yola aparmayacaq da. Gəl mənlə bir evdə qal. Mən ona deyirdim ki, yox, mən istəyirəm öz anası ilə yaşayım. Maşında var da zajqalka, bir dənə də var. Yaşa, Moşka götür. yemişə. Maşında var bir gətir. Mənim xalam özüm grooming bilirsiniz nədir? İtlər, pişikləri kim qırxır. 2 dənə salon var, 2 dənə filial var onda, bir dənə sahildə, bir dənə də 28-dədir. Onun salonudur. Xalavın öz salonudur. O sənə deyir ki, gedək müalicə eləyim səni. O bilmir ki, mən narkotik istifadə edirəm. Vay, O bilmir. bilmir. Amma indi biləcək çəkilişdən sonra. Ya, Bilsə, sənə kömək eləsə, istəyərsən, Əlbəttə ki, müalicə istəyərsən. əlbəttə ki. İndi də istəyirəm. Belə reabilitasiyaya əgər keçsəm, ondan sonra başlayacağam xalamla bir yerdə qalmağa. Uzaqlaşarım. Belə Bu həyatdan. bu həyatdan deyəndə mənim həyatımda bir dənə bacım var da. Düzələndən sonra mən heç ona yaxın durmayacağam. Sən öz həyatını yenidən qurmaq istəyirsən. Əlbəttə ki. Normal həyat, sağlam həyat. Bizə baxan izləyicilər, kimsə varsa Allah üçün, Allah xətrinə bu narkomanlar elə bir insanlardır ki, bunlara heç kim yaxın durmur. Heç kim pulu olan da kömək eləmək istəmir. 100 nəfərdən 1-2 nəfər ürəyə ağrıyır, yanır. Bugünkü gündə bizim bu Ramilə qızımızın deyək
həyat yaşayışını, həyatını görürsüz, çəkirəm, təqdim edirəm. İndi kiminsə ürəyindən Allah xətrində köməklik eləmək istəyirsə, əlaqə saxlaya bilər. Ramilə sağalmaq istəyir. Yenidən həyata qayıtmaq istəyir. 12 yaşında bunun nə ağlı olub ki, bunun nə düşüncəsi olub ki, bu nəsə addım ata bilsin düzgün. Bunu alladıblar, çıxardıblar yoldan. Düzgün olmayan yola gətiriblər. İnşallah Ramilə sağalarsan. İnşallah. Sən yenidən belə deyim də 12 yaşın olsaydı sən narkotikə addım atardın? Əlbəttə ki, yox. Yox. Artıq bilirsən ki, bu yaxşı bir şey deyil. 100%. Yaxşı şey yox. Bu ən pis şey nə var bu dünyadan? Bu narkotikdir. Hər şey adamın əlindən alır. Adam qalır belə bir vəziyyətdə gördüyünüz kimi. Я бомчик. Все потом уберем. Смотри, пальму как Bunu da bunu. Təsəvvür hiss eləyirsən sən necə yerdə qalırsan bugünkü gün? Əlbəttə ki, mən heç vaxt fikirləşməzdim ki, mən gələrəm bu vəziyyətə. Yəni ağlıma da gəlməzdi belə bir yerdə qalarsan. Mən yorulmuşum belə. Sağ ol. Tamam. Biraz sigara çəkə bilərəm. Hə, çək. Tamam. Yok, düşmüyor. Bu 8 ildir mən narkotik istifadə edirəm. Mən çəkirəm də ancaq 8 il içində mən nə patqoja, nə də mara heç vaxt vurmamışam. Çünki mənim anam, atam da vururdu, bacım da vururdu. Mənim də psixoloji çıxırdı. Halam bilmir ki, mən narkotik istifadə edirəm. Bilsəydi, o məni çoxdan reabilitasiyaya qoyardı. İnşallah bilər, görər, çəkilişdən sonra dəstək olar sənə. Sən o vaxtda 12 yaşın olan vaxtlarında mənim çəkdiyim kimi videoları görsəydin, bilsəydin narkotik nədir, narkomaniya necə bir vəziyyətə salır insanları, narkotik eləyərdin? Yox. Bilməmisən də, görməmisən. Mən bilməmişəm ki, ağrılar olur ondan. Məndə həmişə o pulsuz olurdu mənim üçün. Mən heç vaxt pul verməmişdim. Elə bir ki, ailədə biləndən sonra ki, mən mal yeyirəm, mama, bacım hər gün mənə pulsuz verirdilər onu. Ona görə. Sənin dişlərin də deyəsən pis gündədir, hə? Bir dənə onlara baxmaq. Böyle. Deyəm. Burada bir şey yoxdur məndə dişlər. Mal eləyib damısını. Hər. Ana, ata, haralda? Azərbaycanlıdır yoxsa? Atam Azərbaycanlıdır. Mamam təmiz Ukraynadır. Meçuşum. Üşüyəndə nə edirsən soyuq olanda?
Şimdi dözürüm. Sən neçə ildir istifadə edirsən? Mən ucu 10 il, Sənin neçə yaşın var? 27. 27. Bacısısan da? Hə, 16 yaşımdan edirəm. Daha 10 ildən ucu keçib. Əvvəl vururdum, ucu 4 ildir çəkirəm. 6 il vururdum, sonra başladım çəkməyə. Daha yer qalmadı vurmağa. Bir dənə də damar da qalmadı. Başladım çəkməyə. Təsəvvür elə malı vururdum, abratka gedirdi, uca bədən qəbul eləmir. Bütün yer daşıb, uca bədən götürmür də, abratla verir. Görürəm ki, vurdum, mal sızır, abratla gedir. Təsəvvür elə, ağrıdan çıxa bilmirəm, abratka verir mal. Başladım məcbur çəkməyə. O işin belə uca 4 ildir çəkirəm. Hər gün eyni şeydir, hər gün eyni şeydir. Hər gün eyni şey. Pul tap, sonra mal tap, nə bilim, sonra yer axtar, harda o malı gərək eləyəsən. Eyni şey, hər gün eyni şey. Bura Azad Həyat Reabilitasiya Mərkəzidir. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 23 yıl uyuşturucuda istifadem olub. Hani Azad Həyatda gördüm ki, gerçekten de sağalma var. Bu gördüyünüz nəticəmiz 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Azərbaycanda ilk keçmiş adı bərpa, indiki Azad Yaşayış özəl psixiatrik klinikası haqqında məlumat vermək istəyirəm. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.